tez cavab düzdür. Oradakı cavabı axırda görə bilmirik. Amma onlar onu nəzərdə tutduğu üçün həmin cavabı seçirlər. Digər fikir bilmirəm ki, nədir? Çünki belə sual musiqi fənnində də düşmüşdü, digər fənlərdə də var idi. Sadəcə biz həmin sualı biraz tez cavablandırmağa çalışmayaq. Hətta deyirəm ki, imtahan sualların içərisində müəllim valideyn, müəllim şagird, buz qıran, bullying ən çox düşən suallardan biridir. Çünki bir də emosional intellekt məsələsi. Çünki situasiyaların hər birisini bunların üzərində qururlar. Ona görə deyirəm ki, müəllimlərə bu dərslərə daha çox fikir verin. Gördünüz, cavab tapa bilmirsinizsə, o cavablara uyğun cavabı seçin, qeyd edirəm həmişə imtahanda. Gəlin baxaq digər sualımıza. Təşəkkür edirəm. Müəllim, üzr istəyirəm. Burada variant olur ki, Harda variant müsahibədə olur? Yox, müsahibədə olur. Müəllimə MİQ üzərindən getdik ki, MİQ-də də deyildi ki, tarixçilərə belə bir sual düşmüşdü. Yəni o sualın cavablandırılmasına görə deyirdi ki, belə bir suala bənzəyirdi. Yəni ki, digər şagird gələrsə nə edərsiniz? Hər bir halda müəllimlər digər şagird gələrsə, onu buzquran strategiyasından istifadə etməli ki, digər şagirdlərlə ünsiyyətini qurmaq üçün. Başqa dildən ilk dərsdə olan bir şagird olsa, özünü digər şagirdlərin yanında belə deyək, narahat hiss eləməsi, çünki sıxılır, adətən mən fikir verirəm. Yuxarı siniflərə şagirdlər gələndə özünüz də müşahidə edirsiniz. Görürsünüz ki, digər şagirdlər onları öz əhatələrinə almaq istəmirlər. Bunun üçün müəllim çalışmalıdır. Fərqi yoxdur, burada sinif rəhbərindən söhbət getmir. Digər fən müəllimi də, mənim də sinifimdə olanda çalışıram ki, həmin şagirdə digər şagirdlərin ünsiyyətini qoruyuram. Yenə dediyim kimi, ad olaraq buzquran gedir, amma buzquranın özünün çox xüsusiyyətləri var. Yəni, özünü nə düşünürlər? Müəllimlə burada yenə dediyim kimi, günah müəllimlərin günahı deyil, nə də ki, kitablarda bu olaraq yazılmadığı üçün, amma onun özünün genişliyi var buzquranın, çox xüsusiyyətləri var. Bəzən deyirlər, məsələn, müəllim şagirdi dərs müddətində yəni aparıb gəzdirməli deyil. Onu mən də başa düşürəm. Amma sadəcə olaraq məsələ nədir? Məsələ ondan ibarətdir ki, dərs müddəti deyə bilməz. Əlavə vaxtda deyə bilər, zəngdə deyə bilər. Çalışmalıdır ki, onu təsir edə bilsin. Məsələ budur. Həm səsim sizə yaxşı gəlir müəllimlər. Müəllimlərdən biri yazdı ki, səsimdə qırılmalar var, bilmirəm. Səsim sizə qırıq-qırıq gəlir, yaxşı müəllim. Xeyr, qırıq-qırıq gəlir. Eşidilmir yaxşı. Hamı da belədir, müəllimlər. Səsim hamı da belə gəlir. Bəli, müəllim, elə. Gəlin digər sualı oxuyurum. Mən bir dənə internetə baxım. Zaman idarə etməsini şagirdlərə necə öyrədərsiniz? 5-ci sualımız. Bizdə Galaxy adı ilə əlini qaldıran müəllimimiz var. Zaman idarə etməsi fəaliyyət zamanıdır. Bu nə deməkdir müəllimlər? Yəni, tutaq ki, şagirdləri qrup işi işlədirsiniz və ya cütlərlə işdir. Bu fəaliyyətə bu qədər vaxt verirsiniz və şagirdlər hər dəfə müşahidə edirsiniz ki, zaman idarə etməsində çətinlik çəkirlər. Yəni, həmin vaxtda uyğunlaşmaqda çətinlik çəkirlər. Yəni, vaxt olanda belə deyək də, 5 dəqiqəmizi görməlidir. Bu bizim fəaliyyət hissəsi üçün müəyyən qədərdir. 10-15 dəqiqəlik vaxtı, refleksiya mərhələsi üçün ayrı vaxtı və bu da nə əhatə eləmiş olur? Artıq biz nə refleksiyamıza vaxt çatdıra bilmirik, nə də ki, qiymətləndirməmizə. Ona görə də zaman məsələsini, zaman idarə etməsini şagirdlərə necə öyrədərsiniz? Sual cavablandırın, zəhmət olmasa. Kim cavablamaq istəyir sualı? Müəllimlər, səsim gəlir sizə. Qırıq-qırıq. Tam da qırıq-qırıq gəlir, müəllimlər səsim. Bütçə deyildi. Qırıq-qırıq gəlsə də sizin yəni başa düşülür. Qırıq-qırıq olur arada, amma başa düşülür. Aydın Tamam, başa baxın düşülür. 2 dəqiqə. İndi necədir müəllimlər səsim? Yaxşıdır indi. Müəllimə, başqalarının səsi, müəllimlərin səsi yaxşı gəlir. Siz qırıq-qırıq. Sizdən də yəqin problem. Tamam. Yerdə cavab verəm. Sualın cavabını kimlər vermək istəyir? 5-ci sualın cavabını. Buyurun. Deyim müəllimə, axşamınız deyim. Axşamınız xeyir. Buyurun, Zülfiyə müəllimə. Buyurun. Axşamınız. Müəllimə, deyir ki, burada tapşırıqları mərhələlərə bölərəm. Sonra vaxtı limitlə hesablayaram.
planlaşdırmanı elə uşaqlara vərdiş halına salaram da, onlar ki, vaxt bölgüsünü nizamlamaq üçün. Belə bir sual cavab vermək Nəyimiz olar. olmalıydı? Başda həmişə qeyd edirdik, əvvəlki dərslərimizdə də qeyd etdik. Biz nə etməliyik? Bizim nəyimiz var idi? Qeyd edirdik, bizim nəyimiz idi? Nə təri başa düşmədim. Amma bizim nəyimiz olmalıydı bunun üçün? Müəllim ilk sinifə daxil olanda, Vaxt bölgüyə düzgün riayət eləməliyik də, yoxsa yox, bizim prosedurumuz olur. Prosedurlar. Prosedur vaxta riayət etməklə bağlı. Hə. Prosedur təsvir? gedir. Qaydalarımız olmalı. Bu var. Həmin əsaslanaraq Səsimin gəlmə də mənimlə qırıq-qırıq gəlir. səsdə yenə problem var. Müəllimlər hamıda var, səsdə Evet. problem. Bəli, müəllimə, mən də işdə bilmirəm. Ondan sizə interneti yox, biraz belə bunu cavablandırım. Prosedurlara müəllimlər mütləq olaraq əməl olunmalıdır prosedura. Çünki prosedurlara əməl olunanda 3 mərhələsi var. Prosedurun 3 addımı. Biz şagirdlərə öyrətməyimizlə əlaqəlidir, öyrətməyimizlə bunu. Çünki öyrətməliyik, məşq elətdirməliyik, bir də möhkəmləndirməliyik prosedurlar üçün. Bir dəqiqə internetdə. Bir dəqiqə müəllimlə, bir dəqiqə. Müəllimlər, indi səsim yaxşı gəlməlidir. Bir dəqiqə. Yerimi dəyişdim. Səsim məncə indi yaxşı gəlməlidir. Səsim indi yaxşı gəlir. Yaxından biraz yaxşı olmalı. Yerində. Deməli, müəllimlər zaman prosedurlardan istifadə etməlidir və şagirdlər bizim həm də ki, özünüz bilirsiniz ki, qrup qaydalarında bizim zamanla bağlı məsələmiz var. Bunun üçün də şagirdlərə zaman qaydaları əməl etməsi üçün prosedurlarımız olmalıdır. Çünki şagird bir dəfəlik biz qayda qoya bilərik. Qayda qoysaq belə rahatlıqla riayət edə bilirlər. Keçən müəllimlər 6-cı sualımızda, gəlin baxaq 6-cı sualımızı kim cavablandırmaq istəyir? Əgər sinifə təsadüfən yoxlama gələrsə və sizin gündəlik planlaşdırmanız yoxdursa, o zaman nə edərsiniz? Kim cavablandırmaq istəyir müəllimlər bu sualımızı? Müəllimlər bu sualı kim cavablandırmaq istəyir? Buyurun. Müəllimə, mən deyim, amma bilmirəm, indi düz cavab verə biləcəm, səhv verə biləcəm. Siz cavablandırın. Müəllimin deyir, hər gün dərsə hazır gəlməlidir, planlaşdırması hər gün olmalıdır. Əgər olmazsa deyir, onda deyir, elə deyən ki, müəllim hazır bir vəziyyətdə o deyir, deməlidir ki, bu icmal deyirik də, biz icmalı özüm tutduğum üçün, özüm hazırladığım üçün o dərsə hazır olduğum bildirməlidir. O dərsin nə bilim, effektiv olması üçün dərsi yaxşı keçən, o mərhələlərə bölməlidir. Belə bir bilmədim. Bizdə Ceyran Əhməd deyəsən, yox Ceyran Əhməd deyil. Samsun qadından bizə qoşulan kim idi? Yadımdan çıxın, Ailəm Əhməd deyəsən, səhv etmirəmsə. Müəllimizə cavablandırsın, mən sonra cavabını verim. Buyurun. Elnur müəllimə, mənim fikrimcə olmalıdır ki, heç bir müəllim işə getməməlidir planlaşdırma olmadan. Çünki o dərs sayılmır. Çünki bu bizim işimizdir. O səhv götürüləcək. İstəyir yoxlama da gəlsə, məktəbə müdiriyyəti də gəlsə, bu səhvdir. Nəyə görə səhvdir? Çünki müəllim bizim gündəlik planlaşdırmamız olmadan sinifə girirsə, o dərs istədiyi kimi alınmayacaq. O həmin dərs alınmayacaq da, nə qədər istəsə də, nə qədər vəziyyətdən çıxsa da, o alınmayacaq. Ona görə də səhvin özü elə müəllimin gündəlik
planlaşdırmasız girməyindəndir. Üzrü hesab edeyim bir balaca Ben bilirsən, səhv etmirəmsə. Sual cavablandırım müəllimə, Nail müəllimə, səhv etmirəmsə. bəli, bəli. Sual cavablandırdık. Digər Leman müəllimə sizə digər sualı verirəm, 7-ci sualı. Mən gəlin belə deyək, əslində bir yaxşı, müəllim. elə bildim cavab verin Hə, deyirsiniz. Leman müəllim, bundan sonraki sualda siz cavab verin, zəhmət olmasa. Demək, biz gündəlik planlaşdırmamızın olması, əslində qaydada gündəlik planlaşdırmanın mütləq olaraq yazılı şəkildə olması yoxdur. Belə bir qayda yoxdur. Sözü mən sizə istəyirəm. Biz onu kompüterdə belə təhsil edə bilərik. Amma ki, müəllim məsuliyyəti olduğu üçün gündəlik dərs planlaşdırmasını etməlidir. Mən öz adıma danışıram. Var mən gündəlik planlaşdırmasını. Amma ki, yəni yeni dediyim kimi də hər il bunu bəzi mövzularda yeni deyirik. Kitab yoxdur, gətirmədim, evdə qaldı. Müəllimə üzr istəyirəm. Evet, bəli. Buyurun. Buyurun Ceyran müəllim. Müəllimə, bu icmal vacibdir ki, müəllim üçün. Axı bəziləri deyir icmal vacibdir. Yox, icmal qaydada yoxdur. Qaydalarda. İcmal vacibdir, icmalı yazmaq. Yox, vacib deyil. Aha, mən ona görə deyirəm. O yaxşı vacib yoxdur qaydalarda. Deyil, yəni yoxdur. Tam belə bir söhbət yox. Sadəcə olaraq müəllim özü məsuliyyətli olduğu üçün İcmalını hazır şəkildə təqdim edir. Və yaxud da ki, mən tutaq ki, kompüterdə hazır şəkildə varsa məndə, nə bilim, bir fləşkada özümdən aparım. Bu şəkildə göstərə bilərəm açıq kompüterdə. Amma ki, yəni bəzən yoxlama falan olub, tələb olunur. Mən bunu başa düşürəm. Gəlirlər, yoxlayırlar, tələb edirlər. Müəllimdən görmək istədikləri nə? Və qruplar təlim edəcəklər, şagirdlər gələnə bildirmək. Yəni bu sözü həmişə qeyd edirəm, dərslərimizdə qeyd edirəm və yaxud bəzən belə kənarda belə təhvil görünə bilir. İstənilən olsa mən kompüterdə təhvil edə bilərəm və mən lövhədə özüm təlim nəticəmi yazıram, dərsin üstünü yazıram. İşte əks olur. Şagirdlər qiymətləndirən zaman bilirəm ki, mən bu şagirdiyə tapşırığı vermişimsə, bu şagird bu tapşırığı işləyir. Məsələn, son şagirdlər ona əsaslanaraq mən bu rəyi bilirəm və qiymətləndirməni ona əsaslanaraq edirəm. Yəni, edə bilirəm. Bəzən deyirəm ki, müəllimə, bəs sizdən istənilən budur ki, sizin qoyduğunuz təlim nəticəsinə dərsin sonunda şagirdlər həmin bilik bacarıqlara çata bilirlər, bilmirlər. Hatta mən bu işin içindən çıxa bilirəm. Amma bəzi məsələləri biz orada yanlış edəndə həyəcanlana bilirik və yaxud da ki, düşünürük ki, məsələn, bunu etməzdim, bu birisini edərdim. Və bu da bizə mənfi nəticələrə gətirib çıxardır. Məsələn, dərs dinləməndə gəlib dərs dinləyən, belə deyək, metodistlər olur. Tutaq ki, bu zaman yəni çətinliklərlə qarşılaşır bizim. Ona görə də qeyd edirəm ki, əgər ki, mən bugün oturub sabaha düşünürəmsə, sabah filan sinifə dərs keçəcəm. Nəyi keçəcəm? Bəzən heç müəllim dərsinin adını bilmir. Yəni, sinifə daxil olanda baxır ki, bu dərsi keçəcəkdir. Bunun üzərində başlayıb danışma, hətta qiymətləndirmə məsələsinə keçmirəm. Bu zaman müəllim üçün mənfidir. Ona görə tələb edirlər ki, yazın bir növ planlaşdırma bilsinədir, müəllimin öz işini sığortalamaq kimi götürülür. Necə ki, biz rubrik yazırıq, məsələn, bu da bir müəllim, belə deyək, şagird qiymətləndirməsində obyektivlik bir göstərici olduğu üçün, bu da bizim işimizi sığortalamaq üçün istifadə olunur. Amma yenə dediyim kimi, mən şəxsən öz adıma danışıram. Mən məsələn yazmıram, kompüterdə varımda yeri gələndə onlardan istifadə edirəm, düzəliş edirəm, dəyişdirirəm və s. Amma kimsə də gəlsə, mən özümü dərsimi rahat şəkildə təqdim edəcəm, qiymətləndirəcəm, harada nədən istifadə edir, onu biləsiyəm. Bizi, yəni yenə dediyim kimi, çünki müəllim öncədən düşünməlidir ki, burada bu fəaliyyətdən istifadə etməliyim. Çünki eyni sinifə verdiyi 2-7-ci sinifi var. A sinifindən B sinifi eyni səviyyədə deyil. Onlara hansı tapşırıq verməli olduğumu öncədən mən bilməliyim. Dərs prosesində etməyəm. Çünki bu zaman vaxt itkisini çıxardır. Yəni, belə məsələni də soruşursunuz, qanun məsələsində var, qanunda yox. Sadəcə yox, bəzi məktəblərdə gündəlik planlaşdırmaya qol çəkdirirlər və s. Yəni, bunlar var. Yəni, bunu da yenə dediyim kimi, hər bir məktəbin özünün qanunu olduğu üçün bunu edirlər. Yəni, gündəlik olaraq yazırlar, bu da var.
Ona görə də bunu müəllimlərin işi üçün təsmin edirlər ki, müəllim məsuliyyətli olsun, öncədən dərsini planlaşdırmasını qursun. Səhəri gündə məsələn müsahibə olur və s. olur. Biraz çətinlik çəkməməmiz üçün bunu edirik. Belə müəllimlər, keçək digər sualımıza. Müəllimə, olar bir dəqiqə sizə soruşum sonra. Buyurun, soruşun. Müəllimə, demək icmalı hazır vəziyyətdə mən kompüterdə yerləşdirsəm, sonra da ondan istifadə etmək haqqım var, hüququm var yəni. Bəli, istifadə Yoxlama edə kompüterdədir. Əgər əlinizin altında, yəni PDF şəklində istəyirsiniz saxlayın, fərqi yoxdur, istifadə edə bilərsiniz. Bəli, var. İstifadə edə bilərsiniz. Tamam. Yəni biz nə edirik? Belə deyək də, mütləq deyil ki, o əlimizdən yazaq və yaxud da ki, əlavə ödəniş etməklə hansısa bir icma nümunələri var. Hazır o nümunəsi var, artıq paylaşıbdır. Yəni onu hazır şəkildə özünüz Word formatına keçirib, PDF-dən Word formatına keçirib içərisini yaza bilərsiniz. Yenə dediyim kimi, açıq dərs ayrıdır, nümunə dərs ayrıdır. Əgər siz açıq Evet. dərs vermək istəyirsinizsə, nümunə dərslər vermək istəyirsinizsə, onlar ayrıdır. Belə adi gündəlik dərslərimizdə, məsələn, bundan hazır şəkildə istifadə edə bilərsiniz. Yəni, ondan istifadə edib, belə deyək də, müəllimlər, məsələn, bu alırlar gündəlik format planlaşdırmasını, sonra nə edirlər? Növbəti ilə, yəni ildə 3-4 dəfə onu alırlar. Niyə ki, hazır artıq nümunəsi var, onun götürün istifadə edin. Nədir yazmaq istəyirsiniz, dəyişiklik yazın, kompüterinizdə qalsın. Hər il nəsə dəyişiklik olsa, ya mövzularda genişləmə olsa, içərisində dəyişiklik edə bilərsiniz. Bu qədər işini asanlaşdırmanız mümkündür, müəllimlər. Belə. Bizim orada təqdim etdiyimiz müsahibə mərhələsində, yəni deyirik, məsələn, metodik vəsaitdə götürürük. Bizim üçün bir nümunədir. Biz orada fərqli dərslər təqdim etdik. Fərqli nədir? Məsələn, açıq dərslər kimi veririk, məsələn, açıq o formatda edirik ki, çünki bəyənilən olsun. Fərqi ondan ibarətdir. Sonra digər sualımızı deyəcək müəllimlər, əgər bizim neçənci sualda qalmışdır. Səhv etmirəmsə, 6-cı 7-ci sual. 7-ci sual. Gəlin baxaq 7-ci sualda. Şagirdlərinizdən, gəlin istəyirsiniz bunları da biraz tez-tez cavablandıraq. Bir dəqiqə. Mənə demişdiniz, müəllimə, bu 7-ci sualı. Hə, Ləman müəllimə sizə demişdim, buyurun. 7-ci Bəli, sualda bəli, nədir? Şagirdlərinizdən biri sizin dərsinizə girmək istəmir, bəzən isə qəsdən dərsə gec gəlirsə, hansı addım atarsınız? Sözsüz ki, ilk addım olacaq ki, şəxsi söhbət eləyərdim şagirdlə, hörmətlə. Onu heç bir, belə deyək ki, qınamadan onunla söhbət eləyərdim, dinləyərdim, problemi müəyyən edərdim ki, səbəbi nədir. Çalışardım ki, motivasiyasını artırım, onun marağını, nədir maraqlarından maraqlanardım. Onun marağına uyğun dərslər təşkil etməyə çalışardım. Əgər ehtiyac olarsa, sözsüz ki, məktəb rəhbəri ilə, sinif rəhbəri ilə, psixoloqla, valideynlə də, məsəl üçün, əgər ehtiyac olarsa, sözsüz ki, onlarla da əməkdaşlıq edərdim. Yəni, belə Ləman addımlar müəllimə, gəlin atardım. belə deyək, əgər şagirdin sizin dərsinizə girmək istəmirsə, burada problem nədən yaranır? Birinci, məsələn, sual olanda, əslində dediyinizdə yanlışlıq yoxdur, sadəcə çox əlavələr edirəm. Yəni, aktiv olduğunuz üçün də öncədən təşəkkür edirəm. Deməli, əgər şagird gəlmirsə, birinci problemə baxın. Problem hansı səbəbdən yaranır? Problem müəllimdən yaranır burada. Yəni, burada belə deyək də, müəllim özünü günahkar hiss edir. Niyə? Çünki müəllim qayda qoymuyor, prosedurlar qoymadığı üçün şagird buna əməl etmir və müəllim də göz ardı etdiyi üçün bu artıq fikir verirsinizsə, birazdan problemi genişlənir, geniş problemə çevrilir. Bunun üçün də bizim, məsələn, biz psixoloqa nə zaman köməyə gedirik? O zaman ki, şagird inklüziv şagirddir və yaxud da dərsə girməksə müəyyən bir sağlamlıq problemi ola bilər. Bu məktəbin belə deyək, həkimi var, ona müraciət edə bilərik və s. Amma psixoloqun öz problemi üçün, məsələn, özünə uyğun olan bir problemlər üçün ona müraciət edirik. Sinif idarə etməsində məsələ bizim üzərimizə düşür. Biz hansı bir məsələdə, yəni rəhbərliyi nə zaman edə bilərik? O zaman ki, şagird dərsimizə gəlmiş. Dərsimiz yox, heç məktəbə gəlmiş. Ola bilər ki, bu şagird bir həftə, 10 gündür. Yəni, niyə görə istəyirlər ki, müəyyən uşağın hansısa bir xəstəliyi ola bilər, məktəbə gəlmir. Bunun üçün ondan həkim kağızı tələb olunur. Yəni, bu məsələdə biz ona müraciət edirik ki, ümumiyyətcə yox şagird.
Yəni sinif rəhbərimizin məlumatı yoxdur. Sinif rəhbərindən bu haqda soruşuruq və rəhbərliyə məlumat verə bilirik. Amma şagirdin dərsə gəlməməsi ilə bağlı bizim dərsimizdən söhbət gedir. Məsələ bizim üzərimizə düşür ki, bizim qaydamız, prosedurumuz olmadığı üçün şagird də bunu fikirləşir ki, mənim üçün önəmi yoxdur. Ona görə də mən ürəyim nə istəyir, onu da edirəm. Bu düşüncə ilə yanaşır. Belə, baxaq 8-ci sualımıza. Bizim 8-ci sualımız nədir? Şagirdiniz sizə sual verir və siz bu sualı cavablandırmaqda çətinlik çəkirsinizsə, ən çox verilən suallardan biridir. Bunu kim cavab vermək istəyir? Kəmalə müəllimə, bizim burada Kəmalə Cavab müəllimimiz var. vereyim müəllimə. Kim idi deyən cavab verin, bilmədim müəllimlərimiz. Şəbnəm Dilarə müəllim, müəllimə. Şəla müəllim, buyurun. Deməli, deyir, burada şagird əgər sizə sual verir və bu sualı cavablandırmaqda çətinlik çəkirsiniz, yəni şagirdə birbaşa bilmirəm deməyimiz düzgün deyil burada. Biz şagirdə belə cavab verə bilərik ki, mən də bu barədə araşdırma aparıb, gələn dəfə sənə daha ətraflı, dəqiq məlumat verə bilərəm. Sən özün də araşdırma apara bilərsən. Yəni bu formada cavab verə bilərdim məncə. Başqa fikir bildirmək istəyən müəllimlərimizdən varmı? Əslində olur. Bir də görürsünüz ki, Gönül müəllim, buyurun siz cavab verin, sonra mən cavablandıraram. Buyurun. Mən müəllimənin dediklərinə qoşuluram. Ta indi mən demirəm də, düzdür, mən də elə fikirləşərdim, deyərdim. Amma bir tərəfdən də belə bir şey var da. Uşaqlar birdən durur, deyir görüm hər sualı versən müəllim cavab verə bilərmi? Durur, deyək ki, 10 dərs bundan sonraki dərsin içindən deyir, ona aid bir mövzudur da, yəni. Onda deyirəm ki, hələ o dərsi keçməmişik. O dərs keçəndə izah edəcəm. Hələ sən bugünkü dərsə qulaq as, fikrini bu dərsə ver. Ondan sonra o dərsə çatanda deyəcəm. Yəni belə də deyə bilərik. Əslində belə ola bilər. Şagirdlər ən çox sual niyə edirlər? Bizdə buyurun. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Həmin dəqiqə uşağa yəni cavab verə bilməsək, biz yəni onu uşağa bildirmədən ki, yəni biz onun cavabını bilmiriksə, əgər onu uşağa bildirməmək üçün biz deyərik ki, gəlin bugünkü dərsimizi bölməyək, bugünkü dərsimizin yəni ki, necə deyək, vaxtımıza qənaətlə yanaşaq. Mən sonra sənə yəni tənəffüsdə bunu izah edərəm. Belə deyə bilərik də və yaxud da ki... Yox, tənəffüsdə izah etmək bilmərəm. Əslində, bugünkü mövzu ilə əlaqəsi yoxdursa, biz onu müəyyən vaxta qədər təxirə sala bilirik. Doğru. İkinci halda, əgər ki, bu dərsin əlaqəlidirsə, yenə dediyim kimi, şagirdlər nə zaman bu yola əl atırlar? Ola bilir ki, təzə gələn bir müəllimdir. Məsələn, ilk neçə illər bundan öncə danışıram. Stajım da çoxdur. Məsələn, ilk dəfə məktəbə gəlmişdim və onda da çox gənc idim. Başlayırlar şagirdlər tanımaq üçün nə edirlər müəllimi? Başlayırlar sual verməyə. Bir də ki, məsələn, yuxarı sinifə əgər dərs keçməmişəmsə, həmin sinifə birinci dərs keçirəm. Təhsil müəllimə sual verilir. Bir görüm mənim bu sualların cavabını bilirmi? Və yaxud da ingilis dili müəllimidir. İnformatikdə var bu. Terminlər dəyişir, yeniliklər çoxalır. Yenə bu sualı verirlər. Hətta yenə dediyim kimi, birisinin o qədər ki, yeni sözlər çıxır ki, yəni bunu özüm də bilirəm. Artıq bu müəllim onun cavabını bilməyə də bilir. Nə etməlidir müəllim bu halda? Amma mövzumuzdan əlaqəlidir. Müəllim bunu bir layihə işi kimi və yaxud da bir ev tapşırığı kimi şagirdlərə bunu verib növbəti dərs araşdırma etməsini, məsələn, qeyd edə bilər ki, əslində çox gözəl sual verib yoldaşınız, gəlin bu barədə araşdırma edək, hamımız bərabər, gəlin fərqli bir yanaşmalar ortaya qoyaq. Məsələn, bu kimi biraz yaradıcı yanaşıb nəsə deyə bilər. Bu da doğru. İkinci halda, əgər ki, yenə də şagird mütləq olaraq deyir ki, müəllim bu sualın cavabını versin. Yenə dediyim kimi, indiki şagirdlərin müəllimlərdən istədiyi nədir? Şəxsən, yəni başıma belə bir iş gəlməyib, çalışıram ki, mən özünüz də, yəni tanıdığınız qədərilə özlərində işləyirəm. Hər dəfə yenilik olanda istəyirəm ki, birinci öyrənim, məsələn, bunu şagirdlərə özüm deyim. Yəni bunu çox sevirəm, başıma gəlməyib. Amma olsa, neysə də bilməsəm, məsələn, mən bilmədiyimi etiraf edirəm. Çünki uşaqlar bunu çox sevirlər. Niyə görə? Biri var müəllimin yalan danışması, yəni bilmədiyi halda bildiyi kimi göstərməsi. Bu da yanlışdır.
Amma həmin şagirddən onu açıqlamasını da istəyə bilərəm. Yəni bunu normal olaraq əgər başıma belə bir iş gəlsə, yəni mən o şagirdin onu cavablandırmasını istəyirəm. Çünki etiraf edərəm ki, yeniliklər çoxdur. Məsələn, mən informatika müəllimi olduğum üçün bu sahədə çox yeniliklər var. Araşdırma etmişdim, amma bu barədə məlumat tam olaraq yadıma gəlmir. Ola bilər də biz insanlıq hansısa məlumat yadımızdan çıxa bilər. Yəni bunu qeyd edə bilərik. Bu da yanlış cavab deyil. Yəni qəbul olunan cavablardandır. Yəni mənim sizə verdiyim cavablar hamısı qəbul olunan cavablardan da narahat olmayın. Yəni bu halını hər bir halda deyə bilərik. Bu da doğrudur. Belə müəllimlər, yəni bu sualda bu cür cavab verə bilərik. Yəni iştirak edən müəllimlərə təşəkkür edirəm. Gəlin müəllimlər bu sualı da cavablandıraq. Digər suallarımız da qalsın növbəti dəfəyə. Çünki suallarımız biraz genişdir. Şagird digərlərindən fərqləndiyini kimlərsə mənim lüğəmi yazıbdır. Fərqləndiyini hiss üçün dərsə davamlı gəlmək istəmir. Sən elə bir sinifinizdə şagird var ki, düşünür ki, mən başqalarından fərqliyəm. Yəni öz həyat nümunəsindən qeyd edim ki, adətən işlədiyim məktəblərdə ya belə deyək, direktorun nəvəsinə də dərs demişəm, övladına da dərs demişəm, yəni rəhbərlikdən söhbət gedir, yəni müəllim şagirdlər də olub sinifimdə. Mən adətən öz təcrübəm əsasən onu deyirəm. Bəzi müəllimlər həmin uşaqlara daha çox diqqət yetirirlər ki, yəni belə deyək də, rəhbərliyin övladıdır, nəvəsidir və s. Bundan narahat olmasın, aramızda müəyyən məsafə olmasın. Mən bunu etmirəm. İstəyir, belə deyək, müəllim ən yaxın, yəni rəfiqəmin öz övladı belə olsa, fərq qoymuram. Öz övladıma belə bir dərs desəm belə, dərs deməmişəm, fərq qoymuram. Çünki mənim üçün bütün uşaqlar eynidir. Fərqi yoxdur. İrqindən, irsindən, kimliyindən asılı olmayaraq. Mən sinifə daxil olanda bu cür düşüncə ilə yanaşıram. Yəni kimsə deməsin ki, kiməsə nəyəsə görə artıq qiymət yazıram. Yəni bunu da düşünməsin. Əgər birinə artıq qiymət yazacağımsa, məsələn deyirəm, tutaq ki, bunu bütün uşaqlar üçün edirəm. Yəni o deməsin ki, filan kəsə yazır, mənə yazmır. İndi gəlin siz bu sualı cavablandırın. Burada nə edərsiniz? Yəni şagird artıq düşünür ki, müəllim digər şagirdə daha çox diqqət ayırır və ya fərqləndiyini hiss edir. Fərqlənmə məsələsi bundadır. Reaksiyanız necə olar? Buyurun, Ceyran müəllimə cavablandırsın, sonra Ləman müəllimə keçək. Bu sualımızı cavablandıraq. Tamam, üzr istəyirəm. Biraz belə çətin sual oldu yəni. Çünki cavabları bunun çoxdur. Şagird niyə dərsə gəlmir? O özünün fərqləndiyini istəyirsə, elə olur ki, şagird idmançı olur, dərslərdə iştirak eləyə bilmir. Yəni bunun növləri çoxdur. Elə olur ki, siz dediyiniz kimi direktorun adamı olur, gəlmir. Yəni bunu gəlmir də, hamının sinifində elələri var, onlar gəlmir. Buna görə bunun səbəbi... Ceyran müəllimə, özü qəsdən yox. Yəni ki, o uşaq görür ki, seçilir başqasından. Ola bilər ki, müəllim məsələn deyirəm, sinifdə yaxşı oxuyan şagirdlər var. Və digər şagirdlər düşünür ki, müəllim həmin şagirdi çox istəyir, onu daha çox diqqət edir. Yəni bu baxımdan da yanaşırlar bəzi hallarda. Yəni nəyəsə görə yox. Yəni seçildiyi üçün inklüziv şagird ola bilər. Bu halda yəni sıxıldığını hiss edə bilir. Yəni məsələlər buradandır. Bax bu zaman nə edərsiniz? Mən burada pərdə yanaşma üsulunu seçərdim. Həmin uşağa bir pərdə yanaşardım, səbəbini öyrənərdim ki... Bəs fərdi yanaşsaz deməzlərmi ki... Bərabər imkanların pozulmasını deyirsiniz yəni. Yox da yəni səbəbini soruşardım. Bildiyim bir uşaqdan səbəbini soruşardım. Bəlkə uşaq deyir ki, müəllim, mən daha savadlıyam, ona görə gəlmirəm sizə. Onda dərdim yaxşı. Bugün məsələn bu dərsi, bu sualı siz izah eləyin, gəlin. Biz sizdən öyrənək. Bəlkə siz öz demişkən, siz bizdən irəlisiz, şagirdə dərdim. Biz sənin bildiyindən istifadə edək. Belə elib uşağın könlünü əl alıb, onun fikirlərindən istifadə edərdim. Ləman müəllimə də sual cavablandırsın. Son olaraq mən qeyd edərəm. Ləman müəllimə buyurun. Bəli, sözsüz ki, yenə də fərdi söhbət apararam. Yəni çalışaram ki, nəyə görə özünü fərqli hiss edir. Bu haqqda söhbət apararam. Sözsüz ki, sinifdə dəstəkləyici mühit yaratmağa çalışaram. Qarşılıqlı hörmət yaratmağa çalışaram və problem əgər ciddidirsə, hər halda sinif iclası keçirərəm.
bu barədə uşaqlarla söhbət apara bilərəm. Hər hansı bir esse yazdırmaq olar şagirdlərə bu mövzuna bağlı. Nəsə bir mövzu seçərəm. O mövzu üzərində müzakirə də apara bilərik uşaqlarla. Bax belə bir işlər görə bilərəm. Bəli, Bu Nəman cür. müəllimə biraz ətraflı cavab verdiniz. Sizə təşəkkür edirəm. Ceyran müəllimə təşəkkür edirəm. Ceyran müəllimə doğru cavab verdi. Çalışmalardakı burnumun arxasında duran səbəbi görməliyik. Mən hər dəfə bunu deyirəm. Niyə qeyd edirəm? Çünki baxın, uşaq məktəbə gəlmirsə və yaxud dərsinizə gəlmirsə, deməli bu problem böyük bir problemdir. Deməli bunun arxasında dayanan səbəblərdən özüm qeyd etmədim. Ləman müəllimə demək istədi ki, bullying hadisəsi də ola bilər. Yəni sizdən qaynaqlanır. Digər yoldaşlarınızdan bu səbəb qaynaqlanır. Orada siz keçmisiniz ki, bullyingin müəyyən edilməsi yolları, anket sorğusu keçirilməsi və yaxud da hissə yazılması və s. halda keçərlidir. Ona görə bayaq mən siz test mərhələsində deyirəm ki, baxın ki, cavablar dərslikdə olan cavablarla uyğunluğu varsa o cavabı götürün deyirəm. Bu da həmin situasiyalardan da bir növ. Müəllimdən qaynaqlanırsa, müəllim çünki bir də siz cavab verəndə əgər sizə sual yönəldilirsə, deyin mən olsaydım. Mən olsaydım deməkdir ki, yəni sizin bu verdiyiniz belə deyək, sual yönəldiniz müəllim kimi deyiləm. Yəni burada uşaq onun dərsində məktəbə gəlmək istəmir. Bir düşünün ki, hansısa bir rol da verilib. Amma mən burada deyərdim ki, mən olsaydım bərabər imkanlar prinsipini nəzərə alardım. Bütün uşaqlara eyni cür yanaşardım. Deməli, həmin müəllim bunları nəzərə almayıb. Məndən yaranan səbəbdirsə, digər yoldaşlarına aid nümunəni qeyd elədik, tuz quram. Yaranan səbəbdirsə, müəyyən halda onun səbəbini dərsdən sonra səbəbini verməyə çalışardım. Çünki istər-istəməz hər bir müəllim şagirdini sinifdə müşahidə edərək, müşahidəçilik qabiliyyətindən istifadə edərək onun ruh halını duya bilir. Çünki o ona birinci dəfə dərs keçmir, neçənci dəfə dərs keçir, sakit dursa belə, hətta aktiv şagirdiniz var, sizin başını sallayıb aşağı müəyyən olaraq sakit durur və yaxud da elə şagirdiniz var ki, bugün həddən artıq aktivliyi müşahidə olunur. İstər-istəməz hansısa bir sinifdə olan sözlərdən istifadə edərək müəyyən qədər o şagirdini könlünü almağa çalışaram. Hər dərsdən sonranı kənara qoyuram. Çünki dərsdən sonra sinif iclası keçirilə bilər. Müəyyən qədər həmin şagirddən söhbət edə bilərik. Yenə dediyim kimi, hər bir halda danışarkən sayt məsələsini qeyd edin. Onlara informasiya ötürürsünüz ki, mən belə müəllim. Digər halda ki, səbəb, ən azı ki, səbəb üzərindən suala aydınlıq gətirməyə çalışın və sonra onun səbəblərini qeyd edin ki, artıq sizin cavabınız qəbul edilən olsun. Təşəkkür edirəm müəllimlərə suallara ətraflı cavab verdiyiniz üçün. Bugün aktivlik var idi qrupda, çox bəyəndim. Hətta əvvəlki dərslərdə biraz sakit duran müəllimlərimiz belə aktiv olaraq cavab verirlər. Narahat olmayın, yəni düşünməyin ki, bizim cavabımız qəbul olunmaz və s. Yenə dediyim kimi, biraz az belə cavab versəz o suala, sizin cavablarınız qəbul olunandır. Sadəcə biz istəyirik ki, sualımızın cavabını biraz geniş verək, əlavə bizə suallar verməsinlər. Yəni informasiya ötürək ki, biz bütün hissələrdən məlumatımız var. Belə müəllimlər, təşəkkür edirəm. Vaxtınızı alıram. Mən dəqiq bilmirəm, onu bilmək istəyirəm. Yəni neçə sual tipi olacaq? Yəni sayca 5, 6 ya neçə? Və hər sualın balı ayrıdırmı, ümumi bal eynidirmi? Bir dənə onun məlumat verərsiniz, xahiş edirəm. Əslində Ceyran müəllimə ilk dərsdə bal sistemini mən sizə orada qeyd etdim. Bəli, fərqlidir. Özünü ilk dərsə bir dənə zəhmət olmasa, o göstərici məndə burada ilk dərsdədir. Bir dənə nəzər salsaq görər ki, bəli, bal məsələləri fərqlidir. Hər suala. Ola bilər ki, yenə dediyim kimi, mənə icmalı təqdim etmək haqqında hansısa bir sual vermədilər. Sadəcə olaraq məndən təlim nəticəmi soruşdular. Elə məndən bir də qiymətləndirməyə aid suallar daha çox verdilər. Mən bu sualları cavablandırdım ətraflı olaraq. Bir də ki, psixoloji səhv etmirəmsə bir dənə sual vermişdilər. O demək deyil ki, elə müəllim var ki, onu ancaq miqdə də belədir, sertifikasiyada da belədir. Bircə dəqiqə mən bunu paylaşım sizdən yenidən. Elə müəllimlə, elə bircə dəqiqə paylaşım edim mən bunu bir dənə sizdən. Çünki mənə dedilər 12 bal. Axı ona görə dedim görüm 12 bal vermək olar. Mən də bilirdim 8 bal. Yəni buna görə dedim dəqiq. Mövzunu təqdim etmədə maksimum 12 baldır.
digərləri təsvirlanlar qiymətləndirməklə bağlı mənə çox sual vermişdi. Özünü təqdim etməni onsuz da hamı edir. Sadəcə olaraq müəyyən göstəriciləri nəzərə almaqla bal çox gəlir. Pedaqoji proses təşkil etmə məsələsi var. Bir də ünsiyyət bacarığı. Bunlar maksimum ballar olaraq götürülür. Yəni bu qədər verə bilərlər. Yəni az da verə bilərlər, çox da verə bilərlər sizin suallarınızı ki 40 bal olsun. Elnur müəllim, mən bir sual Bəli, verə bilərəm? bəli, buyurun. Elnur müəllim, bizim gəlin elə bir ki müsabiqə verəndə onu 39 bal topladı. O öz sözlərindən, yəni ki, onların nə xoşuna gəldi. Fikirlər eynidir, amma şablon cümlələrlə vermədi də cavabları. Ona görə o 39 bal aldı. Yəni biz də bütün müəllimlərimizdə gərək sözlərimizi özümüz fikirləşdiyimiz kimi ifadə eləyək. Əgər şablon cümlələrdə ifadə ediriksə, bu əzbərçi kimi çıxır. Düzdürmü müəllimə? Düzdür. Bəs mən ona görə qeyd edirəm ki, müsahibə mərhələsinin önəmi nədən ibarətdir? Bəzi müəllimlər deyir ki, məsələn, mən filan müəllimin dərsinə qulaq assam, ancaq onun dediklərini qeyd elədim və yaxud da PDF əldə elədim, sualın cavablandırılması. Mən müəllimlərə deyirəm ki, sual veririk. Bizimlikdə də belədir, sertifikasiyada da. Mən müəllimi danışdırıram müsahibə mərhələsində. Necə ki, sizi danışdırıram, dəyişiklik edirəm. Dərs prosesində də belə edirəm. Deyirəm, müəllimə fikrinizi deyin, amma cümlənin sonunda bu kimi fikri əlavə edin. İstərseniz o müəllim mənim fikrimi demir. Sadəcə olaraq həmin fikirlər ora əlavə edərək dəyişiklik edə bilir. Yenə dediyim kimi, baxın, icmalların yazılmasında da belədir. Mən qeyd edirəm, məsələn, icmal hazırlayıram. Mənim icmalımda 4-5 müəllim istifadə edə bilir. Bir, məsələn, mövzu icmalına söhbət gedir. Amma metodik vəsaitdə bir nümunədir. Bunu bir müəllim istifadə edir və onlar da hansı müəllimin, yəni hardan götürüldüyünü müəllimin bilirlər. Və yaxud da, məsələn, qruplarda da olurlar, bilirlər ki, bu yayılan bir nümunədir, hamısı gəlib eynisini danışır. Yəni siz ola bilər ki, 5-ci günə düşmüsünüz, 3-cü günə düşmüsünüz, hamısı eynisini danışır. Və bu zamanda nə olur? Müəllim gəldir ki, buzquran strategiyası. Tutaq ki, deyirəm. Müəllim gəldir ki, pulling filan hal. Və onlar sizdən yenə sual verir ki, satsınız həmin məsələni, genişləndirəsiniz. Müəllim də sadəcə olaraq, ya belə deyək də, YouTube dərsində olur, ancaq müəllim danışır, müəllimdən qeydlərini əzbərləyir, gedir orada ifadə edir. Bu zamanda nə olmuş olur? Müəllimənin dediyi kimi, balı aşağı verirlər. Müəllim deyir, mən onların dediyim və sair filan bir şey dedim, niyə yazmadılar? Mənə maksimum bal yazmadılar. Bax, məsələ bundandır, müəllimlər. Müsahibə dərslərinin önəmi ona görə faydalıdır ki, biz müəllimlər danışdırırıq. Yanlışlıq da olanda müəllimlər deyir ki, müəllimə, bax, məsələn, burada fikrinizi dəyişin. Sonra da yenidən ən son günlərdə həmin sualları təkrarlayırıq, fərqli formalarda. Görək müəllim artıq əzbərlənmiş sualların cavabını verir, yoxsa öz fikirlərini verir. Belə olan halda müəllim imtahanda, yəni müsahibədə heç bir həyəcan keçirmir. Artıq icmalı öz sərbəst şəkildə ifadə edə bilir. Çünki orada artıq fərqli suallar yönəldir. Amma YouTube dərslərində müəllimlər, əgər müəllimlər YouTube dərslərinə qoşulursa, hansısa müəllimlərin, ancaq orada təlimci danışırsa, orada bir keyfiyyət olmur. Çünki müəllimlər danışmalıdır. Mən bilməliyəm ki, o müəllim bu fikri necə ifadə edir, harada dəyişiklik etməlidir. Onları qeyd edirik. Məsələ budur. Yəni, tək danışmaqdan deyil. İndi, məsələn, bizdən ailə müəllimədir, səhv eləmirəmsə sualı verən. Orada dəyişdiririk. Məqsəd budur. Yoxsa ki, yenə dediyim kimi, o kitablar var, onu da əldə etmək olar müsahibə mərhələsi üçün. Orada ancaq eyni cavablar var. Orada onu bilirlər, belə deyək. Belə müəllimlər. Müəllimə, Buyurun. çox üzrlü, sən bir sual verə bilərəm mən də. Bircə dəqiqə bunu dayandırın. Vaxtımız bir dəqiqə göstərir.